Hər birinizi salamlayıram. Bugün milli komandada mənimlə bir gün keçirəcəyik. Başladıq. Mən Renatla otaq yoldaşıyam. Səhər durduq, səhər yeməyini yedik. Biraz dincəlib, sonra iclasımız oldu. İndi isə bizim sərbəst vaxtımızdır. Mən də istəyirəm sizə göstərim ümumiyyətlə biz nə ilə məşğul oluruq, belə deyək, boş zamanımızı, məşqlərimiz olmadığı vaxt necə keçiririk. Gedək bir-birinə otaqlara baxaq, aşağı düşək eləyək. Görək kim nə iş görür. Gəlirsən sən yoxsa? Hə? Gəlirsən? Yox. Yox? Rahat. Çox rahatına düşkün adamdır. O otaqdan çıxartmaq əziyyətdir. Buradan səslər gəlir ki, də görək kim nə edir. Emil Balayevdir. Şahrutdindir. Slaman. Şahkak. Оператор не пускай, брат, сюда. Yaxşı. Пусть только микрофон. Hansıdır şey? Futbolda ən rahat pozisiya. En rahat. Ən rahat hansıdır? Rahat позиция yoktu futbolda. Yoxdur. Səncə hansıdır? Səncə də yoxdur. Скамейкада удобно. Skameykada otur. O da характерный вас. Və səncə Rail? Это в зависимости Var, от səncə rahat pozisiya. С нашим характером даже на замене сидит, брат. Stres. Там стресс, брат. Stres var. Her yerde Там stres. только... Özdə millidə 2 qat stressdir. Там даже не сидишь. Yok, 3 kat. 3 На скамейке даже не сидишь, брат. Всю игру стоишь, брат, получается. qocalar dincəlsin biraz. Давай. Bura bax gör nə yazdı. Bura masaj otağıdır. Altda da Bədavinin adıdır. Ruslanın ən yaxşı dostudur Bədavi. Gəlməyib Bədavi hələ Ruslan? Ha? Axşam mütləq gələcəyəm. Bədavi çox masaj olur ona görə. Bu mənim ürəyimdir. Şako. Nə vaxt gəlin? Məşqdən qabaq. Məşqdən qabaq gələcəm. Manipulyasiya. Zədələrim həmişə sağ olsun. O da Mahir həkimdir. O mən uşaqlıqdan tanıyırdım onlar. Bakı futbol klubunda oynadığımdan, vaxtımdan. Hələ ki boşluqdur bura. Yəqin uşaqlar boş vaxtı deyib dincəlirlər. O qalib ustadır. Bizim bütün yeməkləri sağ olsun. Eləyir, amma çox da yeyə bilmirik. Oyunlar olduğuna görə. Amma son günlər sağ olsun. Bilir yarpaq dolması xoşlayıram. Həmişə pişirir, eləyir. Eminlə Rıza yenə buradadır. Bakıda da logo oynayırsan. Qırmızısan sən? Yox, mən də hərdən qırmızı 6. Bir dənə 5 at. Namazın kamera. Şimdi tane. Əsəbləşmə. Allah. Ben bizim barəmdə nə deyə bilərsən? Sən barədə çox şey deyə bilərəm. Çox yaxşı sezon keçirdin bu sezon. Sən nə deyə bilərsən bu Sonra barədə? deyəsən baxmayıb sana. İtaliyada 12-dən sonra hansısa restorana getmişdim. Orada kapuçino istədim. Nəsə restoranın yiyəsi gəldi ki, "Ay o kapuçino nədir? Saat 12-dən sonra olmaz." Menüdə ola vermədi mənə kapuçinonu. Axırda deyir ki, bizdə burada kapuçino ancaq səhər yeməyində içilir. 12-yə qədər. 12-dən sonra ancaq espresso. Espresso da biraz sərt olduğu üçün indi istər-istəməz macchiato ilə elədim ki, biraz yumşaq olsun. Çünki macchiato olanda biraz süd olur içində. Ondan sonra belə öyrəşdim 12-dən sonra ancaq espresso içməyi xoşlayıram. Bir də Avropaya gedəndən sonra əslində belə yəni kofe bizim milli içkimiz deyil belə deyək. Biz çay xoşlayırıq. Sadəcə belə deyək Avropaya gedib oynamağa başlayandan sonra və kofe içməyə başlamışam. Mahir, milli komandaya ilk çağırışını necə xatırlayırsan? Səhv eləmirəmsə Neftçi ilə oyun qabağı, amma il olaraq tam yadımda deyil mənim. Deyəsən 2017 də ola bilərdi, 16 da ola bilərdi. Deyəsən elə San Marino ilə oyuna çağırılmışdım. İlk dəfə Prasneçkin vaxtında.
o oyunu idi. Amma debütümü səhv eləmirəmsə ikinci dəfə biz Katarla oyuna gedəndə yoldaşlıq oyununa Katarda onlarla. Yəni belə inanılmaz bir hiss idi də, çünki o zamana qədər mən elə bil hər yaş qrupunda oynamışdım millinin, amma əsas arzum sırf oralara, yəni əsas milliyə gəlib çıxmaqdır. Bu günə qədər ən çətin rəqibin kim olub? Həm millidə, həm ümumiyyətlə karyeranda. Çətin belə, yəni çox böyük arenalarda oynadıq, böyük klublara qarşı oynadıq, amma ən çətini klubda yəqin ki Qarabağla 2017-də Chelsea ilə ilk oyun, hardasa qrup mərhələsi ilk dəfə istər-istəməz, yəni hesabdan da göründü ki, biraz necə deyək, komandada həyəcan var idi, bir qədər istər-istəməz normal aldı. Millidə isə belə deyək, hər oyun çətindir. Onsuz da oynadığımız millilərin çoxusu həm Avropa seçmə mərhələsində, həm dünya çempionatını seçmə mərhələsində ağır olur, amma belə yadda qalan oyunlardan təbii ki Xorvatiya millisi ağır oyunu idi. Onu qeyd eləyə bilərəm. Bir də yəqin ki Velsə qarşı oynanılan oyunda, yəni Mahir, azarkeşlərin səndə bilmədiyi xüsusiyyət hansıdır? Gəl bura. Cavid bizim belə futbolçular üçün bəlkə də komandada ən önəmli insandır. Yəni hər işimizə çatdırır, belə deyək, bizim formalarımız olsun, butçilərimiz olsun, hər şey hər zaman səliqəli olur. Yəni belə deyək, Cavidsiz milli komanda hardasa təsəvvür eləmək son illərdə artıq çox çətindir. Utanırsan, utanma da. Mən utanmırdım bax. Kamera önündə deyil. Birinci dəfədir kameranın qabağındasın. Mən əslində istəyirdim elə deyəndə ki, bu vlogu çəkəcəyik. İstəyirdim ki, yuxarıda kimləri gördük, deyirdim ki, göstərək ki, qoy bilsinlər ki, hamı nə qədər əziyyət çəkir milli üçün. Ən çətin nədir səncə? Mənim sualıma, düzdür verdilər sual mənə. Öz işimlə bağlı. Hə, öz işinlə bağlı. Məsələn, ən çətin şey nədir sənin üçün? Çətin yoxdur, amma oyun günləri biraz şey olur, stres olur. Nə stres? Hər işin vaxtında çatdırmaq, eləmək, səliqə, səhman. Çünki bu milli komandadır. Burada yəni biz Azərbaycan ölkəni təmsil edirik. Ona görə hər şey düzgün şəkildə və yaxşı olmalıdır. Bir də mənimlə də mənim xüsusiyyətim nədir? Pis Nə oldu, ağlıma gəlməz. Mehman, sən də deyə bilərsən, nə olsun oradasan? Pis xüsusiyyəti yoxdur. Yaxşı. Biz görməmişik. Yəni bizə görə olmamısan, yəni. Bu çoxlarına çox maraqlı sualdır. Futbolda istedad önəmlidir yoxsa zəhmət çəkmək? Hansı daha önəmlidir? Belə çox klişe sualdır əslində də. Yəni çox necə deyim, klişe cavablar daha doğrusu çox verilir. Zəhmət olmasa istedadın xeyri yoxdur. Yox, elə deyil. İstedad da çox vacib rol oynayır. Sadəcə dediyim kimi bəzən yox, hətta çox hallarda istedadına güvənib zəhmət çəkməyənlər yəni nəticəyə gəlməyiblər də, belə deyək. Amma o ki deyirlər, heç istedad olmasa da zəhmət çəkmək önəmlidir. Mən heç düşünürəm ki, doğru yanaşma deyil o. Belə deyək, hər kəsin özünə görə bir istedadı var. Yəni hər işin bir istedadı. Yəni burada Cavidlə danışdıq. Cavidin də bir istedadı var. Öz belə deyək, gördüyü işdə. Sadəcə deyək, bəzi istedadlar qısıtlı olur. Məsəl üçün bir insanın potensialı bu qədər olur. Digərinin başqa belə deyək, bacarıqları var. Təbii ki, nə qədər də istedadlı olmasan, zəhmət çəkməlisən. O da artıq düşünürəm ki, yəni mentala bağlamaq olar bunu. Çünki yəni mental nə qədər güclü olsan, mental özündən nə qədər çox danışsan, söhbət eləsən, öz üzərində çalışsan, yəni bəzən inan mənə zəhmətdən və istedaddan da çətin bir şeydir. Mental olaraq həmişə özünü psixoloji belə deyək, yüksək motivasiyada saxlamağa. Çünki xüsusilə də milli komanda zamanında düşün ki, yəni biz hər 3 gündən, 4 gündən bir oyun oynayırıq. Yəni normalda klubda elədir ki, yəni sən bir həftə təzədən vaxtın var, bir 4-5 dəfə, 6 dəfə məşq eləyirsən o birisi oyuna çıxana qədər, amma millidə o
o da yoxdur. Gərək sən bu 3-4 gündə sırf mental olaraq özündən o qədər çalışasan ki, hətta baş məşqçimiz də baxırsan ki, bəzən hə taktikanı işləyirsən hardasa, amma işlədiyin zaman məşqdə də hiss edirsən ki, hardasa komanda istər-istəməz məğlubiyyətdən sonra mental olaraq çöküb deyə artıq başlayırsan ki, mental olaraq futbolçularla söhbət eləyəsən. Dediyim kimi, zəhmət çox önəmlidir, istedad da vacibdir, istedadsız, yəni nə qədər istəsən zəhmət çək, xeyri yoxdur. Amma ən önəmlisi məncə, onlardan ən önəmlisi mental hazırlıqdır insan. Mental olaraq insan hazır olanda həm belə deyək, zəhmətinin bəhrəsini görür, həm də istedadını tam olaraq potensialını göstərə bilir. Mahir, meydanda kim olanda özünü rahat hiss edirsən, sevinirsən, ən azı bir rahatlığın olur ki, yaxşı ki, meydandadır bu futbolçu? Yəni, futbolçu baxımından çox açıq danışdıq, zəngin ölkə deyilik də, yəni belə deyək, çox seçimimiz yoxdur futbolçu seçimi ilə bağlı. Hər futbolçu milliyə çağırılan önəmlidir bizim üçün, istər ilk başlayan, istər sonradan daxil olan. Və son dövrləri götürsək, yəni hamımıza bəlli olar, təbii ki, Emini deyərdim. Çünki istər-istəməz onun oyun oxuması, o haradasa hiss eləməsi ki, nə vaxt tempi qaldırmaq lazımdır, nə vaxt biraz salmaq lazımdır, onun vurduğu cərimə zərbələr, belə deyək, təbii ki, o meydanda olanda özgüvən verir. Köhnə zamanlardan, bəzən qapıçılardan danışırıq, əvvəl Kamran oynadığı zaman, düzdür, son dövrləri olsaydı da, yəni, hətta biz uşaq olanda yadıma gəlir ki, yəni, Kamran Rəşad meydanda olanda, haradasa əmazarkeş olaraq, yəni, çox, belə deyək, arxain olurduq və inanırdıq. Köhnələrdən yəqin ki, Rəşadla Kamran Ağayev deyərdim. İndi son dövrlərdə Emin Mahmudov deyərdim, yəni hardasa oynadığı zaman daha rahat, daha özgüvənli oynayırıq. Amma dediyim kimi, hər futbolçu həqiqətən bizim üçün önəmlidir. Yəni, birisi bir zədə alanda artıq istər-istəməz bu komandada özünü əks elətdirir. Dediyim kimi, hamımız çalışmalıyıq ki, hər zaman hazır olaq. Çünki bura milli komandadır. Yəni, Mahir olmayacaq, başqası olacaq, Emin olmayacaq, başqası olacaq. Bu bizim ölkəmizdir və belə deyək, heç kim, heç nə yəni ölkədən böyük deyildir. İndi bu toplanışda Bəhlul yoxdur, zədəlidir deyə. Normalda aşağıda yığışarıb yaxşı məşq eləmişəm buraya gələnə kimi şahmat oynamağa. Amma Bəhlul yoxdur, əfsuslar olsun. Gələn toplanışda oynayardıq. Sizə də çəkib göstərərik kim mutlu. Mahir, son baxdığın serial hansı olub? Son belə o gün baxırdım. Serial idi yoxsa nə deyəsən, dokumental bir film idi ya serial idi. Rafael Nadal haqqında. Çox maraqlı idi. Bir də bu türklərdə var bir dənəsi. Normalda yəni az baxıram. Amma bu serial xoşuma gəlmişdi. Yeraltı. Amma indi sezon finalda, ona görə belə, amma çox vaxtlarımdan birini də elə təlim məşq toplanışında kinoya baxmaqla keçirdirəm də, yəni filmlərə, seriallara olsun. Çünki günə bir məşq olanda, yəni zamanımız belə deyə çox olur. Ona görə otururam, belə deyə film axtarıb baxıram. Və çox vaxt da Emil Balayevdən soruşuram. Çünki o çox kinoya baxandı və maraqlı kinolar verir həmişə. Hə, belə, indi də məşqin vaxtı yaxınlaşır. Bugün velosipedlə gedəcəm məşqə. Biraz tez gedəcəyik ki, biraz oyun qabağı, bəzi, belə deyək, fitnessdə bəzi işlərimiz var. Hər kəsə individualdır təbii ki. Məndə öz planım, proqramım var deyə biraz tez çıxacaq.
Yeni model butslar sənə daha rahat yoxsa köhnə model butslar? Köhnələr də yəqin ki, görmüsən də kolleksiyanı. Hamısı köhnədir. Niyə? Nə bilim materialına görə material daha çox xoşuma gəlir köhnəli. Təzələri o bundan qabaqkılar var idi, parça zad eləyirlər, qəşəng deyil onlar. Həmişə Tural mənə deyir ki, nə oldu be butsa alanda mən xəbər köhnələr tapanda deyirsən bunları hardan tapırsan zad nəminə. Futbolçu həyatında insanların görmədiyi ən çətin tərəf nədir? Ümumi çəkilən əziyyətdir də deyərdim. Bu təlim məşq toplanışlarında ağır məşqlər olsun, aldığımız zədələr, bədəndəki ağrı, yəni idman sağlamlıqdır deyirlər, amma professional idman o qədər sağlamlıqdırmı demək çətin olur. Çünki bu işin zədələri var, ağrı kəsicilər alırıq, bəzən məşqdən, bəzən oyundan qabaq, yəni ki, zədələr deyərdim ən çətin tərəfi. Nəriman, səhər jetlag olmuşdun. 78 saat yatırsan ancaq. Nə versən mən? Sən sevdiyin şorba. Göbələyə şorba. Göbələyə. İndi mən bunu yiyim. Sən bilsən də məndən xoşlayıram. Hazırlayarsan boş qabını. Nəsə hazırlayım? Bir dənə sən də. Amma böyle ne istiyor fikirləşir. Sağ ol Qalib usta. Deyib yarpaqda olmamız yox, sana yarpaqda olmaz. Eyvə, gəliniz bu. Çox sağ ol. Bugün mənimlə birgə olduğunuza görə hər birinizə təşəkkür edirəm. Milli komandamıza dəstək olmağa davam edin. Gecəniz xeyrə.